Bu xanımın qaşına düz 2 kilo boya sərf elədim. 2 kilo. Bu boyanan bir dənə evi rəngləmə olardı bəlkə də. Xanıma deyirəm ki, bəs sizin qaşınız normal qaşdan daha böyükdür, daha qalındır, potadır, yekədir. Siz 2 nəfərin pulunu ödəməlisiniz. Sizə çox əmək sərf olunub, çox boya sərf olunub, bu vaxt gedib. 2 nəfərin pulunu ödəməlisiniz. Xanım deyir ki, yox, reklamda 120 yazmışsınız, mən 120 də ödəyəcəm. Gəlin bir dənə qaşa baxaq həmin qaşa. Bu da həmin pota qaş. Bu bir zarafat idi əlbəttə ki, 2 nəfərin yox, 3 nəfərin pulunu alacağım xanımdan. Zarafat bir yana, nəticə beləncəsinə oldu. Bu qaşıma 120 manata çəkdim. Mikroblading proseduru möhtəşəm endirimlə. Öz tükün bitmə istiqamətində çəkilən cızılar göyərmir, qızarmır, dərinizə çapıq düşmür. Öz tüklərinizin kökü zadı almır və tökülmür. Biz bunlara zəmanət veririk. Hər bir cızığın bu qaşın içində özünə məxsus yeri var. Surat sayğı tük effekti. Gəlin faydalanın da. Bunun can rahatsızlığı. Xanımda güclü asimetriya vardı. Bu yaşda ucu kompleksə düşmüşdü. Hamısını aradan qaldırdıq. Bundan sonra artıq nə tük çıxacaq onu alacaq ifşa. Can rahatsızlığıdır. Gəlin siz də faydalanın, yararlanın. Necədir bu qaş sizcə?